Salam, hörmətli müəllimlər. Bu video sertifikasiya sınaq 2-nin testlərinin izah videosu olacaq. Gəlin başlayaq. Sınaq 2 sertifikasiya ingilis dili 2025. Birinci testimiz. Testimizdə bizdən əvəzlik istəyir. Baxırıq nöqtələrdən sonra bizdə isim verilib birinci tərəfdə. Və ümumiyyətlə variantlarda baxanda görürük ki, burada yeri əvəzlikləri daha çoxdur. Deməli, seçməliyik. Əgər isim verilibsə nöqtələrdən sonra bizə lazımdır yeri əvəzliyin asılı forması. Yəni, variantlardan çıxanda birinci A variantı hours, B-də hers, yəni bunlar mütləq formadır, müstəqil formadır. Sonra them Y variantına çıxır. C və D arasında qalır. İkinci tərəfə baxanda isə burada görürük ki, ancaq xəbər gəlibdir nöqtələrdən sonra. Deməli, isim yoxdur. Biz müstəqil formanı götürə bilirik. D variantında ikinci tərəfdə müstəqil forma olmadığı üçün, yəni my'dir və ona görə də C variantı doğrudur. Her desk is on the right as you enter. Mine is on the left. Yəni, onun partası digər tərəfdə isə mənimki, artıq parta işlədilmir, sadəcə mənimki isə sağdadır deyə verilibdir. Cavab C variantı. Sonra ikinci testimiz düzgün zaman forması seçməliyik. Baxın, burada cümləmiz unless ilə başlayır və demək, bu da compensation sözünə kimi bizim bir cümləmizdir. Digər tərəfə hələ ki baxmırıq. Zamanına baxanda görürük ki, burada birinci tərəf üçün verilib indiki sadə zaman. Yəni unless, sonra till, until, if, yəni bu conditional dediyimiz şərt cümlələrində bizim birinci tərəfdə zamanımız indiki sadə zamandır və ikinci tərəf üçün biz seçməliyik gələcək sadə zamanı. Variantlarda gələcək sadə zaman Y variantında verilib. İndi qoyaq yerinə və cümləni tərcümə edək. Unless Tom Shaw receives compensation, the other workers will go on strike. Yəni, Tom Shaw müavinət almayıncaya qədər unless inkarlıqdır. Digər işçilər üsyan edəcək, üsyana gedəcəklər. Bu olacaq bizdə cavab Y variantı. Üçüncü testimiz düzgün variant istəyir. As far as I am concerned, yəni mən hesab etdiyimə görə, he must be just about notorious lawyer, yəni çox tanınmış vəkildir. Vəkil olmalıdır, yəni güman edir. We have ever had to deal with. Baxın, we have ever had. Bu bizim indiki bitmiş zamanımızdır və sifət qaydasına görə də indiki bitmiş zamanda olan cümlə üçün biz sifətin üstünlük dərəcəsini qoyuruq. A-nı, B-ni və D-ni çıxırıq. Most və the most arasında qalanda bilirik ki, üstünlük dərəcəsində the artıqlı işlənilməlidir. The most notorious law olmalıydı. Ona görə C-ni də çıxanda cavab E variantı. Dördüncü testimiz preposition testidir, söz önü. Bəzi ifadələr yəni biz bilməliyik və cümləyə də uyğun gəlirsə, deməli düz işlədəcəyik. He is full of good intentions. Bu, yəni aydın məsələdir. Yəni onun çoxlu niyyətləri var, fikirləri var. But none of them can be put practice. Put into practice işlədilir, yəni ifadədir. Bu, yəni heç biri yaxşıdır, amma deyək ki, onlar heç biri təcrübəyə qoyula bilməz və yaxud da həyata keçirilə bilməz. Bu mənanı verir. Put into practice və full of bizim söz önlü ifadələrimiz. Cavab olacaq Y variantı. Beşinci testimiz düzgün sözləri cümlələrə qoymalıyıq. Sözlərə fikir versək görürük ki, burada bir sözdür, lakin başqa fərqli şəkilçilərlə digər nitq hissəsi həmin sözdən düzəldilib. Child, childhood, sonra childish, childishly, yəni sifət, zərf də düzəldilib. İndi həmin sözlərə uyğun olaraq cümlələrə qoymalıyıq. Is usually a happy time of life. Birinci cümləmizdə nə həyatın deməli, adətən yaxşı vaxtıdır? Təbii ki, uşaqlıq olacaq. Uşaqlıq da childhood. Yəni, burada olacaq B. Birinci cümləmiz. B ilə olanları seçək.
çıxaq. O bir variantları çıxdıq. İkinci, many people wish they were a again. Yəni onlar çox insan arzu edir ki, nə olsunlar, yenidən nə olsunlar, uşaq olsunlar. Bu olacaq child. Yəni bu olacaq 2-də A. Artıq cavabımız aydındır, amma yenə də baxaq. George was behaving, yəni özü necə davranırdı, necə davranırdı, uşaq kimi davranırdı. Bu bizdə zərf olacaq. Childishly, yəni D. 3-ə D-ni yazırıq və 4-də də qalır bizim C. He apologized today for being so, necə olduğu üçün. To be ifadəmizdir. Being. Biz bildik ki, bundan sonra da biz qoyacaq sifət. Yəni being so childish. O da C. Cavab oldu B variantı. 6-cı testimiz reported speech, yəni vasitəsiz, vasitəli nitq testlərindəndir. Burada isə biz də vasitəli nitq çevirəcəyik. Yəni dırnaqlarda olan cümləni çevirməliyik. I often write to them, she said. O dedi ki, mən onlara tez-tez yazıram, yəni məktub yazıram. İndi she said və cümləmizi açaq. O dedi, olacaq she. Aha, hamısında var she. Sonra often olduğu kimi qalır. Yəni bu dəyişmir. Digər zaman zərfləri kimi bu dəyişmir. She often wrote olacaq. Çünki said bizim baş cümləmiz keçmişdirsə, o biri cümlədə feili keçmiş olur. Wrote to them-də olduğu kimi qalacaq. Cavabımız B variantı. 7-ci testimiz quantifier testidir. Of the information. Quantifier'ları taparkən ən çox biz diqqət elədiyimiz isimlərdir. Çünki ismin təyin edicilərindən biridir. İndi burada bizim ismimiz information'dır, yəni sayılmayan isimdir. Ona uyğun variantlardan seçək. A few, many, few və a great many. Bunlar hamısı sayılan cəm isimlərlə işlənən quantifier'lar, yəni təyin edicilərdir. Birdən bizə qalır much. Və muchdan sonra da of işlədilir. Much of the information he gave, yəni onun verdiyi informasiyanın çoxusu mənasını verir. Olacaq D variantı. Gəldik 8-ci testimizə. Bu 8-ci testdə mən sınağın cavabları məndə görünür. Yəni kimlər yazdı, nə qədər bal topladı mən görə bilirəm. Hətta bir neçə suallar da olunmuşdu ki, nə üçün burada cavabı yəni səhv götürmüşlər, nə üçün digər cavabdır? Yəni doğru cavab nə üçün olur? Yəni burada bizdə cavab A variantıdır. Nə üçün? Baxaq. Mike, do you ever gaze into space? Burada nədir? Space sözünü çox adam çaşdırıb onu Z ilə veribdir. Amma bu yanlışdır. Space burada kosmos mənasını verir və ümumi anlamda işlədilib. Kosmosda o biri belə deyək, yer kürəsi və yaxud da dünyada olan yeganə isimlər kimi Z ilə işlənmir, Z-siz işlənir, əgər kosmos mənasını verirsə. Amma müəyyən bir xüsusi bir yer mənasını versə space, o zaman biz Z-ni işlədirik. Çünki onu xüsusiləşdiririk, ayırırıq, təkləşdiririk belə deyək. Amma burada Z-sizdir. Amma ikinci tərəf universe isə bəşəriyyət, kainat. Bu bəli Z ilə işlənəcək. Və doğru cavabımız burada da A variantıdır. Mike, do you ever gaze into space and wonder if other life forms exist in the universe? Yəni kainatda artıq. Görürsünüz, artıq həmin o kainatdan söhbət gedir, hamısından yox. Burada artıq Z olacaq ikinci tərəf üçün. Cavabımız A variantı. 9-cu testimizə baxaq. Conjunction and pronoun. Yəni burada biz həm bağlayıcı seçirik, həm də əvəzliyi. Ən çox da nisbə əvəzliyi. She takes Japanese classes every day. Hər gün deməli Yapon kursuna, dərslərinə gedir. She seldom spends any time with the students. Baxın, seldom həmçində any cümlədə bizə mənfilik gətirir, yəni inkarlıq gətirir. Amma but verəcək. Nə üçün? With the students ikinci tərəf üçün də hətta. Məsələn, biz tutaq ki, and, as if, məsələn, zo götürək, yaxşı birinci tərəfi qoyaq, elə. Hələ dəqiq bilmirəm, amma ikinci tərəf bizim köməyimizə çatacaq. Nə üçün? With the students don't speak any English. Student bilir ki, canlıdır. Canlını biz what-la verə bilmərik. Whose versək gərək burada don't yox, hər hansı bir isim olardı. Which yenə canlını verə bilmirik.
və 2 dənə who-dan qalırıq. Yəni B və Y ilə qalırıq. Yenə qayıdırıq as-if-ə qoysaq. As if she seldom swear. Sanki uyğun gəlmir, cümlənin mənasını gətirmir bizə. Ona görə də B-ni çıxanda bizdə Y var. Amma o onlarla hansı ki ingilis dilində danışmayan uşaqlarla çox az vaxt keçirir. Yəni ümumiyyətlə heç vaxt keçirmir. O olacaq bizdə Y variantı cavab. 10-cu test modal feil testidir. Cümləni ümumi oxuyanda bizə artıq əslində hansı modal feilin inkarını yoxsa təsdiqini qoymaq bizə ipucu verir. Artıq mənadan tuturuq. Çünki I think David's parents təbii ki should criticize olmamalıdır. Çünki bu tərəfdən bizə deyir ki, yoxsa o yarışa qalib gələ bilməyəcək. Demək etməməlidirlər. Yəni oğullarını belə deyək ki, tənqid etməməlidirlər. Shouldn't olmalıdır. Və criticize to-suz işləndiyi üçün məsələn B-ni götürmürük. Should'u götürmürük. Shouldn't-la verə bilərik. Ought, not, to. Yaxşı, bunu götürsək o birisi tərəf uyğun gəlmir. Çünki must, he can win uyğun gəlmir. Və needn't, didn't have to, they didn't have to tutaq ki, encourage olmayacaq. Yəni onu cəsarətləndirməməlidirlər. Yox, əslində cəsarətləndirməlidirlər. C-ni də götürməyəndə qalır bizə D variantı. Shouldn't criticize him, they have to encourage him. Yoxsa əks təqdirdə nə olacaq? O yarışı qalib gələ bilməyəcək. Baxın, bu da inkarlıq. Cavab D variantı. Test 12. Məntiqə uyğun, məntiqlə biraz da söz biliyimizdən istifadə edərək cümləni tamamlamalıyıq. It's our duty to protect children from. Yəni uşaqları biz nədən qorumalıyıq? Bizim vəzifəmizdir. İndi baxaq sözlərimizə. Charity and kindness. Yəni xeyriyyəçilik və mehribançılıqdan qorumaq. Bu doğru gəlmir. Exploitation and injustice. Yəni ədalətsizlikdən, istismardan qorumaq. Bu doğrudur. Aggression and justice. Aggression doğru gəlir aqressiyadan, amma justice düz gəlmir, ədalətdən qorumamalıyıq. Bad treatment, yəni pis davranış, and cruelty və qəddarlıqdan. Bu da doğrudur. Prosperity and violence. Prosperity yəni çiçəklənmə, inkişaf, amma violence yenə qəddarlıq deyə, vəhşilik deyək. Prosperity uyğun gəlmədiyi üçün biz götürürük burada 2 və 4 cavab D bəndi. Test 13. Choose a correct answer in the passive voice. Məchul növ testidir. Do they let you take part at the conference? İndi biz bunun cavabı verməliyik. Dialoqdur və məchul növdə olmalıdır. Yes deyə cavab verilir. Bəli, bizə icazə verildi. Bizə icazə verilir. Daha doğrusu do idi. Çünki indiki zaman. İndi biz feilimizə baxırıq. Görək həmin feil məhsula düşür ya yox. Let feilidir. Dəqiqə. Let feilidir. Əsas feilimiz letdir. Və bilirik ki, let feili məhsula düşməyən feillərdən də onun əvəzedicisi olur. Əvəzedicisi permit. Və we are permitted olmalıdır. İndi baxırıq A və Z are let doğru deyil. We are let yenə doğru deyil. We let-sə biz icazə veririk. Yox, biz məhculluq verməliyik. We permit biz icazə veririk. Amma yenə məlum növdür, məhcul lazımdır və bir dənə Y variantı doğru. Yes, we are permitted. Yəni bizə icazə verilir. By them də axırda və yəni onlar tərəfindən bizə icazə verilir. Cavab E bəndi. Gəldik 14-cü testə. 14-cü testimiz bizdə causative form, yəni icbar növ haqqındadır. Your car engine is making some strange sounds. Why don't you have a mechanic at it? İndi o quruluşlardan have ilə olanlarda belədir ki, əgər have-dən sonra biz somebody, yəni canlı veririksə, insan veririksə, ondan sonra gələn feilimiz to-suz feil olur. Məsələn, do. Have somebody do something. Yəni kiməsə nəyisə etdirmək.
Yox əgər. Demək, yox əgər cansız olsa, have üstəgəl something, üstəgəl done ifadəsi ilə, participle to ifadəsi ilə verilir. İndi burada da bizdə nədir? Mekanikdir. Yəni canlı, yəni usta mənasında. Olacaq bizdə feilimiz to-suz. Baxın, to look deyir, looking ing ilə deyir, look yox, looks da yəni şəxsə görə dəyişməyəcək. Və cavabımız D variantı. Why don't you have a mechanic look at it? Cavab D bəndi. 15-ci testimiz I would like ifadələri seçməliyik. Baxırıq, məsələ orange juice ətrafındadır. Artikellı, artiklsız və yaxud da hər hansı bir ölçü ifadəsi ilə işlənməsi. Baxaq. I would like an orange. Bu doğrudur. Yəni mən bir portağal istəyərdim. Bir düzdür. I would like an orange juice yox. Çünki juice sayılmayan isim olduğu üçün ənlə işlənməz. Üçüncüdə I would like orange juice. Bu doğrudur. Yəni mən portağal şirəsi istərdim. Düzdür. 1, 3 düzdür. Sonra a glass of orange juice. Yəni bir stəkan portağal şirəsi. Bu doğrudur. Glass of yox, olmalı qarşısında. Çünki biz onun sayını bildirməliyik. 5 də səhvdir. 6-da a glass of an orange. Burada da yenə an səhvdir. Yəni 1, 3, 4 cavab C bəndi. Sonra 16-cı testimiz. Gold is a kind of precious metal. Sayılmır gold, qızıl. Amma metal sayıldığı üçün a kind of doğrudur. Bunu saxlayaq. B-yə baxaq. A gold verilib səhvdir. Həm də of the precious. Bu da səhvdir. Gold is olmalıydı 3-də. And precious olmaz. Çünki samitlə p-dır. Bu da and verilməz. Bu da səhv. C-də səhv. Gold yenə verilib. Bu da səhvdir. Digər tərəfi düz. Metal da sayılmadığı üçün artikel olmaz. Bu tərəfi də səhvdir. Sonra the gold is a kind of an yenə an verilibdir. Z verilə bilər hardasa xüsusiləşdirmək mənasında. Amma yenə də yerdə an artikel verildiyi üçün səhvdir. Cavab A bəndi. Gold ümumi mənada işləmir. Ümumiyyətlə qızıl is a kind of precious metal, yəni qiymətli metal növüdür. Doğru cavab A. 17-ci test complex object, yəni mürəkkəb tamamlıq testidir. Traffic jam made us make ilə to işlənməz. Bir səhvdir. He made a decision. Make ifadəsidir. Yəni burada nəyisə məcbur etmək yox. Ümumiyyətlə make a decision qərar vermək mənasında biz sonraki feilimizi to ilə veririk. Doğru. I didn't expect him to. Expect-ə görə to ilə verilmişik. Düzdür. He couldn't see him to dance. C-yə görə C ilə biz to-lu vermirik feilimizi. Səhvdir. Nobody in Mary's family wanted her to. Want-a görə to ilə verdik. Doğrudur. Yəni üçüncü qrup feillərdir belə deyək. I heard him yenə ikinci qrup feillərdən he ilə biz to vermirik. Bu da səhvdir. 2, 3 və 5 cavab D bəndi. Test 18 participle 1, yəni feili sifət 1 olan cümlələri seçməliyik. They hurried to the party taking a car. Demək, onlar taksi sifarişi verərək əyləncəyə tələsdilər. Taking bu doğrudur. My daughter wants to go abroad after. Burada after sözünün olduğu üçün graduating, yəni bitirdikdən sonra, nədən sonra? Bu bizdə gerunddur. Səhvdir. Participle 1 deyil. Polluting the nature is forbidden. Nə qadağan olunur? Yenə burada bizdə gerunddur. 4. Leaving school, he made up his mind to work. Deməli, məktəbi bitirərək o qərar verdi ki, işləsin. Bu düzdür.
He admits to being preoccupied. O qəbul edir to being preoccupied. Deməli, məşğul edildiyini daha doğrusu qəbul admit feilindən sonra biz to'lu vermişik və ing'li vermişik. Feilin bu participle deyil. Working in the open air, he could make his sketches more impressive. Working in the açıq havada işləyərək və bu altıda var. Mən bunu səhv elədim burada. Çıx olmalıydı. Demək cavabımız 1, 4, 6. A variantı. Sonra 19'da yine logical ending. Məntiqi tamamlama, məntiqi sonluq verməliyik cümləyə. His failure in the exam was unexpected since. Onun imtahandan kəsilməsi unexpected, gözlənilməz idi. Nə üçün? Çünki he was one of the best students at the school. At school. Yaxşı, o məktəbdə ən yaxşı tələbələrdən biri idi. Amma kəsildi. Yəni bu gözlənilməz oldu. Cavabımız budur. Digərlərinə baxaq. Everyone wanted him to fail. Hər kəs istəyir ki, o imtahandan kəsilsin. Yox. Bu da bir vəziyyətdən, hər hansı bir səbəbdən, məsələ, səbəb haqqındadır cümləmiz. Onu tamamlamalıyıq. No one will believed in his success. Bu da yox. Yəni, çünki since-dən sonra hər hansı bir hadisə və yaxud da nə üçün onun imtahanın kəsilməsinin gözlənilməz olduğunu açıqlayan bir cümlə axtarmalıyıq biz. C-də deyil. He could never pass his exams. Bu da uyğun deyil. He hadn't prepared for his. Çünki hazırlaşmamışdı. Yox, əslində məsələn bəlkə hazırlaşmışdı, amma yenə də kəsildi. Yəni bu gözlənilməz bir hadisənin səbəbi lazım idi bizə. Bu da A variantı. Cavab A. 20-ci testimiz make up a dialogue. Dialoq düzəltmədir. Belə suallarda dialoq, mətn düzəltmə, cümlə düzəltmədə ilk öncə cümlələri qısa bir gözdən keçirmək lazımdır. Yəni tez-tez oxuyub başlanğıcı tapmaq lazımdır. Baxırıq burada hello var, good morning var. Yəqin ki bunlardan biri olacaq. Məsələn, 2-dən başlasaq, 2 ilə ona variantımız var. Baxaq. Bir də A-nı baxaq birinci. Tutaq ki A-nı. Hello, I have got a problem with my PC. I was working on a document this morning and the computer crashed 3 times. Yaxşı. Sonra o birisi cavab verir ki, good morning, how can I help? Əgər budur ki, mən necə kömək edə bilərəmsə, qarşıdakı başlayır, yəni problemini deməyə. Deməli, nə etməliyik? Birinci 5-dən başlamalıyıq. Baxın, 5B variantı. Deməli, A düz gəlmədi. 5B-də var, bir də D-də var. Onda C-ni yenində çıxaq. Baxaq. Sabahınız xeyir, how can I help? Necə kömək edə bilir? Kimsə zəng eləyibdir, hər hansı bir deyək ki, ustaya falan zəng eləyibdir. O da deyir ki, necə kömək edim? O da deyir ki, salam, mənim bir problemim var, kompüterim işləyəndə nə oldu? 3 dəfə pozuldu, nəysə baş verdi. Sonra nə olacaq? 3. Okay, did you shut it down properly last night? Aha, dünən axşam sən onu yaxşı, yəni düzgün bağlamışdın kompüteri. 4. Maybe not. Ola bilsin yox. It was on this morning. Bu səhər olmuşdu. Bir də okay, well, I think the best thing to do now is to start it and see if that works. Ən yaxşı iş odur ki, onu təzədən başladaq kompüteri və görək o işləyirmi ya yox. B-ni D-də 4-ü qoysaq, salam sonunda verəcək yox ola bilər. Yəni bu 5-dən sonra 4-ün gəlməyi məntiqsizdir. Yəni əlaqə yoxdur cümlələr arasında. Ona görə biz D-ni də götürmürük. Cavab olur B bəndi. 21-ci testdə incorrect, yəni səhv variantı istəyir. Baxın, burada
cümlələrimizdə mübtəda xəbər uzlaşmasıdır, amma səhvi seçəcəyik, diqqətli olaq. The list of irregular verbs are on the last page. Demək, oflu birləşməmizdir. Ofdan qabaq tək isim the list gəlib, deməli are yox is olmalıdır. Bir səhvimiz buradadır. Sonra 50 manats for these trousers are. Deməli, pul vahidi, pul ölçüsü ilə deyirdik ki, biz iz verməliyik. Burada da iz olmalıydı. 2 də səhvdir. The smell of grass and flowers is. Deməli, the smell of grass and flowers. Bu bütün bir tamamlıq mübtədadır və xəbər də izlə. Bu, yəni düz ifadədir. Bizə səhv lazımdır. Not only the student but also the teacher is. Not only but also ifadəsi ikinci tərəfə uyğunlaşdırmışıq. Teacher ilə is. Aha. The news on the radio is. News'a görə is verib düz. Yəni bizə səhvlər lazım idi. Bu da 1 və 2-ci cümlələrdədir. Cavab A bəndi. 22-ci testimiz zaman testidir. It for 2 hours. Baxın, for 2 hours. For və zaman ifadəsi. Burada biz veririk indiki bitmiş dameci zaman forması. İndiki dameci verilmir. Yəni başlayıb və artıq 2 saatdır ki, yağış yağır və əvvəldən başlayıb. Was raining yox, yəni bitməyib yağış hələ. Bu da bitmiş zaman, keçmiş bitmiş yox. Çünki is too wet. Burada verilib hələ də yəni ki, torpaq yaşdır. Has been raining. Baxın, has been raining və has been raining. B və Y variantlarında. İndi ikinci tərəfə baxaq. So, the match nə olacaq? Təxirə salınacaq. Biz burada məhsulluq verməliyik. Will postpone match. Yəni yarış özü təxirə düşmür ki, təxirə salınır. Will be. Yəni passivdir. Cavab B bəndi. Baxaq 23-də. Burada da isim haqqında, təyinləyicilər haqqında testdir. Diqqətlə baxsaq görürük ki, this means. Təbii ki, this means olmalı. Yəni bu kişilərin cəm olduğu üçün this olmalı. Deməli, bir səhvdir. 2 də yesterday's bad news upset my grandfather. Dünənki pis xəbərlər upsetdə keçmişdə verilibdir. Düzdür bu. Sonra da 3. Sally's and Brown's nieces. Sally və Brown'un ayrı-ayrı tutaq ki, əmi uşaqlardır. Əmi qızlarıdır. 3 düz. The cat couldn't catch mouse's tails. Mouse bir sıçandırsa, niyə tails olsun? Bir sıçan bir quyruq olur. Bu da səhv. Those cəmdə verir. Women cəmdir. Objections'dır. Bu da cəmdir. Were not da cəmdir. 5 də düzdür. Demək 2, 3, 5 cavab D bəndi. 24-cü testimiz sinonim testidir, amma investigate sözünün sinonimi olmayanı tapmalıyıq. Investigate araşdırmaq deməkdir, öyrənmək deməkdir. Examine bu da, yəni araşdırırsan, öyrənsən, bu müəyyənləşdirirsən, düz. Expand genişləndirməkdir, bu düz deyil. Explore da tədqiq etmək, araşdırmaq. Research yenə tədqiqat, tədqiq etmək, düz gəlir. Research həm feildir, həm isimdir. Study yenə öyrənmək deməkdir. Burada genişləndirmə uyğun gəlmir. Cavab B bəndi. Test 25. Make up a story. Hekayə düzəltməliyik. Mommy, why are some of your hairs turning grey? A curious child asked his mother. The mother tried to use this occasion. The child replied. Cavab verdi. Və burada da dırnaqda olan ifadələr. Demək, birinci bizdə ikinci cümlə başlayacaq. 2 ilə başlayan variantlarımız çoxdur. Nə üçün? Çünki giriş cümləsidir. O uşaq demək,
anasından soruşur. Demək, nə soruşacaq? Sual verəcək. Əgər soruşursa, növbəti cümləmiz sual şəklində olmalıdır. Sual şəklində olan cümlə də birdədir. Mommy, why are some of your hairs turning grey? Demək, 2 və 1. Onu da biz deyəndə çıxırıq, elə anda çıxırıq. Qalır C variantı, amma baxaq. Sonra da deyir ki, 3-də the mother tried to use his occasion to teach her child. Aha, o uşağı öyrətmək üçün bu hadisədən, bu haldan istifadə edir. Nə deyir? It's because of you, bu sənə görədir. Yəni sənin pis hərəkətlərin mən saçımı ağardır. Aha, və axırda da uşaq cavab verir ki, məsumca belə deyək cavabı. Yəni indi başa düşürəm ki, nə üçün mənim nənəmin də saçları ağdır. Biraz komik bir hekayədir. Axırda da 4 olacaq. Cavab C bəndi. Test 26 indirect speech-də olan, yəni vasitəsiz vasitəli nitqdə olan, vasitəsizdir və vasitəli nitqə çevrilmiş variantını tapırıq. Don't ilə verilib cümləmiz, yəni əmr cümləsidir. Bu zaman biz nə edirik? Don't, not ilə veririk və fe'limiz də to olur. Zaman dəyişmir. Mother said to her son olacaq. Mother told her son. Do not. Bu səhvdir A variantı. Said yaxşı. To her son that he didn't. Bu da doğru deyil. Told to her son. Tolddan sonra to gəlmir. C səhvdir. D də told her son not to play. Bu doğru cavabdır. Said her son don't play. Bu da cümlə olduğu kimi qalıb. Yox. Cavab D bəndi. 27-ci testimiz make up a sentence, cümlə düzəltmək. Baxırıq. Anybody to become a doctor about his wish Mike told Neve. Aha. Deməli, Mike-la başlayacaq. Asan cümlədir əslində. Yəni 4 ilə başlayacaq. A-nı çıxırıq. D-ni, Y-ni çıxırıq. Mike. About his wish olmaz. Yəni bu 3-ü verə bilmərik burada. Ona görə elə B-ni də çıxarıq. Bir də elə B-ni də çıxanda bizdə qalır C variantı. Mike, Neve, told, heç vaxt demədi. Anybody, heç kimə. About his wish, to become, onun, yəni həkim olmaq arzusunu heç kimə demədi. Cavab C. Test 28. Düzgün variantı seçirik. What it is. Baxırıq ki, nədir? Nida cümləsidir. Nida getdi. Aha, nida cümləsidir. Və burada what'dan sonra biz isim qoyuruq. Amma ismin necə olmasından çox şey asılıdır. Yəni sayılan və yaxud da cəm, sayılmayan isim olması. İndi variantlara baxaq. What various kind of music it is? Kinds of. Kinds cəmdirsə, it is nə verə bilmərik. Yəni xəbər tək olmaz. An çıxaq. Advice sayılmadığı üçün E artıqından olmaz çıxaq. Fishdirsə, tutaq ki, fişi biz tək balıqdırsa, onda E olmalıydı burada. Amma yaxşı, fish axı həm də cəmi təkliyi olan isimdir. Əgər cəmdə verilirsə, burada it they are olmalıydı, it is yox. Yəni etcil uyğun gəlmir. C-ni də çıxaq. Fails policemen, yenə it is yox. Policemen cəm olduğu üçün they are olardı. D-ni də çıxaq. What important information it is. Bu information sayılmayandır və doğru gəlir. Cavab E bəndi. 29-cu testimiz. The man made make ifadəsi keçmişdə made-lə verilib. Him stays there no longer. Him, yəni kompleks obyektdir. Him stay fe'limiz də to-suz düzdür. The man made an effort. Bu isə make-li ifadələrdən və fe'limiz to ilə doğru. The children come in time. Bu da düzdür.
Made enough money to live in the city comfortably. Bu da to make money ifadəsi və feilimiz to'lu düzdür. Mesela mən made his son to-la verilib. Yox. Səhvdir. Made a decision yenə burada to olmalıydı. Ona görə bu da səhvdir. 1, 2, 3, 4 cavab Y bəndi. 30-cu test. 30'da yenə agreement testidir. Baxaq, the cattle are grazing in the mountain. Cattle mal-qaradır, cəm verilir və cəmdə toplu isimdir və xəbər də cəm düzdür. The problems cəmdirsə has to be yox, have to be olmalıydı, səhvdir. The British police doesn't normally carry guns. Britaniya polisi cəmdir. Onun üçün doesn't yox, don't olmalıydı, səhvdir. Sonra several of his friends cəmdirsə work doğrudur. The members cəmdir. Of this group except Tom have. Tom'a baxmadıq, members'e baxırıq. Birinci mübtədamıza və have-lə verilib düz. Half of the building was. Deməli half of üstəgəl sayılan tək isimsə xəbərdə təkdə was-la verilib düzdür. Yəni cavabımız 1, 4, 5 və 6-cı cümlədə cavab B. 31-ci testimiz düzgün variantı seçirik. Burada bored, surprising, tired, tiring, depressing, disgusting bu kimi sifətlərdir. Yəni həm idi və ing qəbul edən canlıya və cansıza aid olan bunları aid etməliyik. Birinci cümləmiz I was very bored. Mən çox sıxılmışdım. In the mass lesson. Aha, bu düzdür. To be bored ifadəsi. Sonra he was surprising yox, o təəccübləndi, surprised olmaz. Surprising təəccübləndirici demək. Amma o təəccübləndi. Bu səhv, 2 səhv, surprised olmalıydı. Feeling tired and depressed. Deməli yorğun və depressiyada hiss edərək düzdür. Have you seen that film? It is absolutely terrified canlıyaydı. Terrifying olsaydı cansıza aid düz olardı. Deməli burada 4 də səhvdir. Burada ing olmalıydı. Terrifying. Çünki cansıza aiddir, filmə aiddir. Sonra I can't eat this. It is disgusting yox, yəni disgusting olmalıydı. 5 də səhvdir. 1 və 3-cü cümlədə cavab C. 32-ci testimiz sifət və zərf haqqındadır. Burada bir məqamı sizə çatdırım. Well həm sifət, həm də zərf kimi işlənə bilir. Bunu belə götürək və baxaq cümlələrimizə. Jane is well today. Baxın, is biz deyirik ki, to be-dən sonra sifət verməli. Is və well. Yəni özünü yaxşı hiss edir və feel-dən sonra da yenə well-i verə bilirik. Yəni 1 və 2-ci cümlələr düzdür. 3-də baxaq. It is well, yox, it is good olmalıydı. Hiss etmək mənasında well işlədilir sifət kimi. Yaxşı olmaq mənasında, xəstəlikdən sonra sağalanda deyirik she is well. Amma yaxşıdır açıq havada gəzmək, artıq burada biz good işlətməliydik. Yəni 3 ona görə səhvdir. The flowers you have picked up smell, yenə smell-dən sonra biz well yox good verməliydik. Ona görə bu səhvdir. Düz istəyirdi bizə 1 və 2-ci cümlələr cavab C. Test 33. Altından xətt çəkilmiş sözün antonimini götürməliyik. The old man took his well-oiled gun and went out. Yəni yaxşı yağlanmış, yəni yağlanmış, yağlı belə deyək. Silahını götürdü. Wooden taxtadan, yox, dirty cheekli düz gəlmir. Polished cilalanmış mənasını verir, düz gəlmir. Glossda parıldayan. Olacaq rastı, yəni yağlı və paslı belə deyək. Olacaq antonim. Cavab C bəndi. 34-cü testimiz tək question'dır, amma isimlərə fikir verməliyik. A fish live in water. Demək bizdə a fish verirsə bir balıqsa niyə don't say olsun ki? Does it
olmalıydı. Daha doğrusu doesn't idi inkarda. Yəni tək olmalıydı. A-nı səhvdir. Fish lives in water. Doesn't it. Əgər lives tək verirsə, a fish olmalıydı burada. Çünki fish'in qarşısında artıqlı, yəni təyinici olmasa fish təkcə olanda biz balıqlar kimi götürə bilirik. Səhvdir. These fish, bu balıqlar lives niyə olsun? O da səhvdir. Fish live in water, don't say. Fish baxın, balıqlar və xəbərdə cəm, don't say, bu da cəm. Bu düzdür. Those fish lives olmaz. Those olsa görə lives də olmaz. Bu da səhv. Cavab D bəndi. 35-ci testimiz ekvivalent, yəni deyək ki, paraphrase testidir. Yəni mənaca uyğun gələn cümləni seçəcəyik. As it looks like rain, I shall wear my raincoat. Yəni yağış yağacaq kimi, yağış yağa bilər mənasını verir və mən nə edəcəm? Paltomu, plaşımı deyək ki, geyinəcəm. Baxaq, even if it is not going to, yağış yağmasa belə. Yox. Sonra, if the weather is wet, I shall need my raincoat. Əgər yağış, amma yox, əslində yağış yağa bilər. Burada artıq şərt qoymur. B-ni də çıxaq. I shall only put on my raincoat if it rains. Yalnız deyir, yalnız mən plaşımı geyəcəm. Başqa şey geyməyəcəm, yalnız plaşımı. Yox, əgər yağsa. I'll go in my raincoat. Deməli, plaşda gedəcəm. Since it will probably rain. Baxın, looks like ilə probably sözü bir-birinə sinonimdir. Biz bu sözlərə mütləq baxmalıyıq. Açar söz kimidir. Bu cavab deyil. Əgər yağış yağsa. Yəni, əgər yox. Daha doğrusu, yəni yağış yağa bilərsə, yağarsa birdən, olarsa ehtimal olunur. I shall go in my coat, raincoat, weather. It rains, yağış yağsa, yağmasa, ya yağsa, ya da yağmasa da. Bu da burada doğru deyil. Cavab D bəndi. Gəldik 36-cı testimizə. Mətindir. Əvvəli boşluq verilib. Yəni biz o mətni, həmin hissəni tamamlamalıyıq. Mətni oxuyanda görürük ki, lions and tigers have sharp claws, swiftness and strength. Monkeys can climb, birds can fly, turtles. Aha. Bu da qədər, bata qədər oxusaq. Şirlərin, pələnglərin iti caynaqlarından, cəld olmaqlarından, güclü olmaqlarından, meymunların dırmana bilməyindən, ağaclara, yəni düşmənlərdən qaçarkən, quşların uça bilməsi, sonra tısbağaların öz qabığına girməsindən danışır. But one of the most fascinating means, ən yəni valeh edici vasitələrdən biri, yəni onlar özlərini qorumaq üçün, deception da aldatmaq, yəni düşməni aldatmaq. The ability many creatures have to camouflage. Yəni özlərini gizlədə bilirlər. Məsələn, deyək, kərtənkələlərdir, müəyyən heyvanlardır ki, hansı ağaca qonurlar. Məsələn, bu qələmin hansı ağaca qonursa, həmin nəyə qonursa, nəyin üzərində qonursa, həmin əşyanın rəngini alır. Yəni, bu vasitə ilə də özünü gizlədir düşməndən. Kəpənəklərdə də var, nəysə uzun məsələ bilirsiniz. İndi, məsələ nədən gedir? Heyvanların özlərini düşmənlərindən qoruma vasitələri ilə. Hərəsində bir cürdür. Biz indi giriş cümləsi tapmalıyıq burada. Nature has provided every living creature with some way to protect itself. Aha, deməli, təbiət hər bir canlı üçün, özünü qorumaq üçün müəyyən yollar onu təmin edib. Bunu saxlayaq. B variantı, people can learn, insanlar öyrənə bilər. Sonra nəyləri insanlar heyvanlardan öyrənə bilər. Bundan məsələ getmədi. Danışılmır insan haqqında. It is only natural that one should defend himself. Bu da yenə kimsə əgər təhlükədəsə özünü qorumalıdır. Yox, heyvanlardan söhbət getdi. Most species of animals
Live more happily in the wilderness. Bunlar yəni heyvanların vəhşi təbiətdə yaxşı yaşamalarından söhbət gedir. Yox. There are many species of animals on earth. Some are wild. Burada növlərlə bəziləri deyil, vəhşidir, bəziləri ev heyvanları. Yox. Elə cavab A variantı. Yəni təbiət onlara müəyyən yollar bəxş edib ki, onlar özlərini qorusunlar. Cavab A. 37-ci testimiz. Söz önü deyək və yaxud da phrasal verb deyək, sadəcə bir hissəsini biz tamamlamalıyıq. Çünki put feili ilə bir neçə söz önü işlənir və phrasal verb əmələ gəlir. Put down, put away, put off, put in var, put up var, put on, put out. Yəni bunlar hamısı işlənir. Sadəcə biz mənanı düzgün qoymalıyıq. Bilməliyik və cümləni düzgün qoymalıyıq. I have a little money for a rainy day. Yəni qara gün üçün deyək məcazi məna. Yəni hər hansı bir çətinlik olanda, lazım olanda mənim kənara atdığım pulum var. Biraz pulum var. Kənara atmaq nədir? Yəni qoyursan pulu özündən uzağa qoyursan, belə deyək ki, və nə vaxtsa deyir işlədəcəm həmin pulu, istifadə edəcəm. Put down aşağı qoymaq, put down həmçinin yazmaq mənası da var. Bu uyğun gəlmir. Put off nədir? Təxirə salmaq mənası var və ya da soyunmaq mənası var. Yox. Put out yenə eyni. Put out söndürmək mənası da var hətta. Put on geyinmək, nəyisə işə salmaq. Bunları bilirsiniz. Və bizə lazımdır put away. Yəni mənim kənara qoyulmuş. Burada put away falan düşünməyək. Cümlədə heç bir səhvlik yoxdur. I have a little money. Necə? Hansı pulum var? Put away. Kənara qoyulmuş. Qara gün üçün kənara qoyulmuş biraz pulum var. Ona görə bizim cavabımız olacaq B variantı. 38 dialoqdur və tamamlamalıyıq. Molly sual verib. What are you doing on Saturday? Sən 6-cı gün, şənbə günü nə edirsən? Selin cavab veribdi. Hələ bilmirik nə cavab verib. Molly'nin cavabına baxaq. Do you need any help? Yəni hər hansı bir köməyə ehtiyacın var. Selin cavab verib ki, I certainly do. Əlbəttə var. You can use a sewing machine, can't you? Sən tikiş maşınını işlədə bilərsən. Yəni onda işləyərsən, sən elə kömək edərsən mənə. Belə bir cavab verib. Elə deyilmi? Aha, deməli o ondan işin nə edəcəyini, nə işi olduğunu soruşub. Selin də deyib ki, yəqin ki, mənim işim var. O da deyib ki, hə, köməyə ehtiyacım varmı? Baxaq variantlara. I've still not finished the costumes for the end of term play, so I'll be busy with them. Mən məşğul olacağam. Bunu saxlayaq. I promise to help mother in the garden. There really is a lot to do there. Bəs burada bu sewing machine ilə söhbət getdi axı. Yəni bu aid deyil. Ola bilər işim var deyil, amma həmin işə uyğun deyil axı, anasına kömək edəcək filan. Bax da. My little brother is having a birthday party and organizing games. O oyunları mən təşkil edəcəm. Yox. Burada tikişdən söhbət gedir. Nothing at all. I have been terribly busy all week and I'm determined to do nothing at all. Burada düzgün cavab deyil. Axı deyir, mən məşğul olacağam və mənə kömək et. Burada amma deyir, yox, məşğul deyiləm. Deyin də çıxaq. Nothing much. Have you any message? Aha, burada deyir ki, yox, bir işim yoxdur. Yox. Elə bizdə A variantı doğru gəlir. Yəni bu testləri həll edəndə birinci məsələn hansı variantı oxuyanda deyəndə ki, hə, bu düzdür. Yox, bütün variantları mütləq oxumalısınız. Yerinə qoyub baxmalısınız. Əlaqəni, cümlələr arasında əlaqəni qurub tam analiz etdikdən sonra doğru cavabı yazmalısınız. O zaman daha rahat olur. Yəni belə testlər edəndə heç vaxt tələsməyin. Bu testlər üçün imtahanda vaxt saxlayın özünüzə. Cavab oldu A. Otuz 9-cu testimiz mətn testidir və ona aid bir sual var. Onu cavablandırmalıyıq. Baxaq. Nowadays in England tea is quite the most popular and also the cheapest of all drinks.
Ya bu günlərdə İngiltərədə çay çox məşhurdur və ən ucuzdur. Bütün içkilərdən ən ucuzudur. People drink their tea in different ways. Müxtəlif yollarla içirlər. Çayı qəndlə yaxud da qəndsiz. Bəziləri südlə içir. Bəziləri limonla. This, however, has not always been the case. Yəni bu həmişə belə olmayıb. During the last century, when tea was very expensive, bahalı olanda çay, it was kept locked up, and the lady of the house had the key. Deməli qıfılı bir yerdə saxlayırlarmış. Ancaq evin xanımında olurmuş açar. Tea drinking was quite a ceremony. Daha sonra bir belə mərasimə çevrildi. Reserved for the evenings. Axşamlar içilməyə başladı. At breakfast everyone drank beer. Səhər yeməyində isə hamı pivə içdi. Yəqin ki, hamınız bilirsiniz. İngilislərdə belə bir adət var. Saat 5-də onlar həmişə çay içir. Yəni müəyyən bir mərasim, hər hansı bir vaxtı var onlarda çay içməyin. Baxaq. It is obvious from the passage that. Deməli, bu mətndən nə aydındır bizə? English people have always regarded tea as better than beer. Burada deyir ki, çayı pivədən üstün tuturlar. Yox, burada pivə ilə çayın hər hansı bir müqayisəsindən söhbət getməz. Sadəcə axırda bir dənə dedilər. Amma orada da müqayisə yoxdur. Anı çıxaq. Over the years, the popularity of tea in England has increased tremendously. Baxın, during the last century, burada, bu hissədə. Əvvəl ucuzuymuş. Sonra görürsünüz, gündə artıq bir dəfə içilməyə başladı. Artıq nədir, şkaflarda saxlandı, yəni açarlı. Bu ola bilər. Baxaq. Drinking tea with lemon is only a recent habit. Yox, bu limonla içilməyi demədik, son illərdə, son vaxtlar edilən bir adətdir, yox. Like tea, beer also is an extinct. Burada da beer bir dəfə adı çəkilib, artıq onun haqqında əlavə yoxdur. English people are no longer fond of ceremonies. Yox, amma əslində burada var idi. Çay içmək mərasimi. Artıq xoşlamırlar ümumiyyətlə mərasimləri. Belə bir söhbət də yoxdur. Yeni də çıxaq. Digər variant. Bunları çıxmışdıq. Cavab B variantı. Yəni çayın məşhurluğu getdikcə artıq. Cavab B. 40-cı testimiz. Choose the correct meaning of the idiom. Deməli, idiomun düzgün mənasını. Math is not my cup of tea. Not one's cup of tea ifadəsidir bu. Olacaq. Yəni, mən xoşlamıram mənasını verir. They are very good at math. Yox. They don't enjoy math. Yəni, xoşları gəlmir. Bu they sizi çaşdırmaz. Çünki someone törəmə əvəzliyinə biz they ilə qarşılıq veririk. They are neutral about neutraldır fikrən bir tərəf belə deyək. Yox. They are studying math. Oxuyurlar. Yox. Fond of math. Xoşlayırlar. Yox. Don't enjoy. Yəni xoşlamırlar. Cavab B. 41-də no sweet without sweet adlı bir proverb. Atalar sözü və mənasını tapırıq. Nobody is perfect. Heç kim əla deyil, yox. Heç kim ideal deyil, yox. Success requires a lot of hard work. Uğur çox iş tələb edir. Bunu saxlayaq. Keeping silence is better than talking. Bir ifadə var. Danışmaq gümüşdürsə, susmaq qızıldır. Belə bir məna. Yox. Yəni danışmaqdan söhbət getmir burada. Try to be polite to hamıya qarşı nəzakətli ol. Yox. All children like very sweet. Burada heç bu sweet uyğun verilən bir cümlə yox. Burada
tərləmədən belə deyək, qarşılığı yoxdur. Yəni iş görürsənsə o da qarşılığını alsan bu mənanı. Yəni əgər çoxlu işləyirsənsə və sən də qarşılıq olaraq uğur əldə edirsən. Cavab B bəndi. 42-ci test. Mətn verilib və nə haqqında olduğu soruşulur. The passage is about. The voyage began well in calm, clear weather. As usual, the ship was crowded. Most of the passengers were tourists who, after their holiday in Turkey, were now returning home. Deməli, nə səyahətdən bəhs eləyir. Necə başlayıb? Sakit, təmiz hava var idi. Həmişəki kimi gəmi dolu idi. Türkiyədən qayıdırdılar evlərinə sərnişinlər. Turistlər idi. There was a great deal of fun. Çox əylənirdilər. People were eating, yəni rəqs edirdilər, yemək yeyirdilər, mahnı oxuyurdular. But after the sunset, günəş batandan sonra nə oldu? The weather began to change. Hava dəyişdi. The sea got rougher. Belə deyək, dəniz daha çox belə dalğalanmağa başladı. Soon nearly everyone was feeling ill və hər kəs xəstələndi, özünü pis hiss eləməyə başladı. Holidays by the sea, dənizlə tətillər, belə deyək, yox. Dənizdə keçirilən, dəniz kənarı tətil, belə də götürülə bilər, yox. Cavab deyil. The danger of a sea voyage. Əgər təhlükələri olsaydı başlayardı, sayardı hansı təhlükələr var, yox. The first day on board, yox. Burada bir ümumi bir mətndir. Nəyinsə ilk günü deyil. Tourists in India, heç Hindistandan söhbət getmədi. Turistlərdən sadəcə bir yerdə bəhs olunub. A terrible storm at sea. Baxın budur cavab. Yəni dənizdə dəhşətli bir fırtına. Cavab B. 43-cü testimiz match the words to their definition. Definition testidir. Apology nədir? Üzr xahlıq etmək, üzr istəmək, üzr. Consideration hesab etməkdir. Diqqət almaq bu mənası var. Memory-də, yəni yaddaş da var və xatirə mənası da var. Baxaq. 1. Apology. An act of saying that you are sorry for something. Yəni deyirsən ki, nəyisə görə sən üzgün hiss edirsən. Bir də Y-dir. Bir Y olan variantlara baxaq. A, B, C. 2-də C və yaxud da B-yə. Consideration. An unwillingness to do something. Nəyisə etməkdə istəmsiz olmaq, həvəssiz. Yox, bu düzgün deyil. B yox. 2B olan C-ni çıxaq. Deməli 2C-dir. The quality of respect the feelings. Aha, digərləri, yəni hörmət etmək. I take your feelings into consideration. Məsələn, mən sənin hisslərini hesaba alıram, yəni hörmət edirəm, sayıram bu mənada. 2C, 3-də isə dediyim kimi the ability to remember information people, yəni xatırlamaq, yaddaş və D-də something that is remembered from, yəni keçmişdən olan bir xatirələr. A və D olacaq. Burada A verilib, yox, həm də D olduğu üçün A-nı götürmürük. 1Y, 2C, 3A və D. Cavab B. Test 44. Hypnosis can serve many important functions if properly used. Birinci cümlədən artıq biz mətn verilib və best title seçəcəyik. Keçən ilki sertifikasiya imtahanında best title haqqında belə bir sual düşmüşdü. Mətnə ad vermək, yəni. O yüzden bunu saldım ki, belə izah edə bilim. Deməli, bir çox vacib, yəni əhəmiyyətli funksiyaları var. If properly used, əgər düzgün istifadə olunursa. In addition to being an experimental tool in psychology, hypnosis has important medical and psychiatric uses. İstifadələri var. As we mentioned burada da olmalıydı, düşməyib. Hypnosis was widely used.
deməli geniş şəkildə istifadə olunur əməliyyatlarda. And it is still used frequently today when chemical anesthetics are inadvisable. Aha. Kimyəvi belə deyək, narkoz əgər olmursa, anesteziya məsləhət görülmürsə, hipnozdan istifadə edirlər. Hypnotic suggestions can also relieve tensions, təzyiqi, and sometimes speed the healing process of wounds. Aha. Gərginliyi, yəni təzyiqi götürə bilər. Həmçinin də yaraları sağalma prosesinə kömək edir, sürətlənir. Indeed, practically every branch of medicine has found applications of hypnosis. Deməli, hipnozun tətbiqləri var artıq. Yəni hər bir tibbi sahədə. Uses of hypnosis. Hypnosis in hospitals. Bu düzgün deyil. Yəni xəstəxanalarda hipnoz. Healing with hypnosis. Tam olmur. Çünki burada hipnozun həm xəstəxanada, həm cərrahiyyədə, həm sonra yaraların sağalmasında, həm təzyiq baxımından o sahədə, yəni müxtəlif yerlərdə, müxtəlif sahələrdə istifadəsindən. Application of hypnosis. Every branch of medicine. Yəni tibbin müxtəlif sahələrində olan istifadəsindən söhbət gedir. Ona görə C-də götürmürük. Surgery with hypnosis. Dediyim kimi, sadəcə əməliyyatda deyil. Və ancaq hipnosisdə deyil. Onda onun haqqında məlumat verərdim. Necə olur, nədir. Amma A variantı düz gələcək. Uses, yəni istifadələri. Cavab A. 45. Choose the correct logical ending. Məntiqi sonluq tapmalıyıq. The road is slippery. Slippery nə deməkdir? Sürüşkən. We'd better reduce speed. Yaxşı olar ki, nə edək? Sürəti azaldaq. Düz. We shan't be able to reach the station in time. Vaxtında çata bilməyəcək. Çünki sürüşkəndir və sürəti azalsaq, təbii ki, vaxtında çata bilmərik. Try to drive carefully. Aha, ehtiyatlı sür. You needn't reduce. Ehtiyac yoxdur, yox. Bir dənə 4 səhvdir burada. 1, 2, 3 cavab A. 46. Situasiya testidir. Və buna uyğun biz cavab tapmalıyıq, cümlə tapmalıyıq. You suddenly realize that. Birdən ağlına gəlir ki, sən dostunun ad gününü unutmusan. Çox, yəni oxumaqla məşğul olduğun üçün. You sincerely, səmimi şəkildə ondan üzr istəyirsən və deyirsən ki, nə? You will make up to her for it. Yəni, sən bunu əvəz edəcəksən, yəni əvəzini çıxacaqsan, özünü bağışladacaqsan nəsə edərək. Deməli, hansı cümləni qurmalısan? Baxaq. I'm so sorry, I forgot about your birthday. I thought it was in summer. Düşünürdüm ki, yaydadır. Bu hissə artıq pozdu. Çıxdıq. My heartfelt apologies, yəni ürəkdən səndən üzr istəyirəm ki, unutmuşam ad gününü. Let me take you to dinner. Baxın, əvəzini çıxır, yəni. Gəl səni nahara aparım. Qeyd edəyək. Cavab B-dir. O birlərə baxaq. So I forgot, but I don't understand why some people are so obsessed with birthday. Bu heç öz fikrini deyil. Yəni bu kobudca bir cavabdır. Sadəcə bağışda unutdum, yəni. Bu cavab deyil. Sincerely, axı, səmimi şəkildə sənin özü istəməm. My heartfelt artıq bizə səmimiliyi göstərir. Forgive me for not buying you a present. Bağışda ki, sənə hədiyyə almamışam. Yox, burada unutduğunu deməlidir. I didn't mean to forget your birthday, but I've just been so busy this week. Sadəcə burada səbəbdir ki, nə üçün? Amma əslində bu deyil, əvəz eləməlidir axı. Yəni, tam cavab deyil heç. Və kobudca verilmiş cavabdır. Cavab B bəndə oldu. Baxırıq 47-yə. Find the correct answer. Answer for the given situation. It is 1 a.m. and you have an important exam tomorrow. Saat 1-dir. Gecə saat 1-dir və imtahanım var. Amma yuxarıda neybə?
Sənin qonşun əyləncə təşkil edib. Although you warned them an hour ago, sən onları bir saat əvvəl xəbərdarlıq etdiyinə baxmayaraq nə ediblər? They are still very loud. Yenə də çox ucadan əyləncə edirlər. You go upstairs, sən yuxarı çıxırsan və yenidən və deyirsən, yəni əsəbi şəkildə angrily deyirsən. I'm really upset that you didn't invite me. Bu düz deyil, yəni nə? Üzgünəm ki, siz məni dəvət edirsiniz. Yox. If this party doesn't end in 10 minutes, I am calling the cops. Baxın, burada artıq əsəbi olduğunu deyir. Əgər 10 dəqiqə bitirməsəz, mən nə edəcəm? Polisləri çağıracağım. I wouldn't do this to you if you had something important to do the next day. Etmiyorum. Bu da doğru değil. Bunu etməli. Nəsə etməyib ki, o hələ edəcək. I really miss my old neighbors. Bu da uyğun değil. This party is lame. All these people but no one talk to. Yəni bu əyləncə çox belə sakitdir, dağıtıcıdır. Yox. Əksinə. Cavab B variantı. 48-ci testimiz yenə ekvivalent seçirik. Yəni sinonim cümlə deyək ki. Tom had his new car washed. Baxın, yuxarıda testdə birində var idi. Causative forması have ilə sadəcə burada keçmişdədir. Have something done. His new car. Cansızdır. Yəni nəysə. İndi mən o qaydanı dedim, amma burada biz ümumi həmin mənanı verən cümlə tapmalıyıq. Yəni o maşınını yudurtdu. Kiməsə yudurdub. İcbar növdə. Tom has got a new car. Yeni maşını var. Yox. Tom has hardly washed his new car. Hardly inkarlıq verir. Həm də Tom özü yumuyub ki. Kiməsə yudurdubdu. Tom's new car was washed. Tomun yeni maşını yuyuldu. Baxın artıq icbar növ biz bilirik ki, məhsulluq da mənası var. Sadəcə orada elə bil ki, kiməsə gördürülür iş. Və orada həmin o kimsə deyilir. Məhsulda, amma deyilmir. Tom had been washed his new car. Had been washed niyə olur ki, his new car? Doğru cümlə deyil heç. Həm məlum, həm binlə verilib, səhvdir. Tom didn't washed his new car. Yumadı. Həm inkar, həm də özünü yumadı. Yox. Elə cavabımız C variantı. Gəldik 49-cu testimizə. Pollution haqqında bir mətindir. Və according to the author, human beings və o həmin mətnə aid müəllifin fikrini tapmalıyıq. Pollution is the introduction of harmful substances or products into the environment. Çirklənmənin nə olduğundan söhbət gedir. It's a major problem in America. Amerikada vacib bir problemdir. As well as the world, həmçində dünyada. Pollution not only damages the environment. Baxın, gəlirik. Nəinki ətraf mühiti körlayır. But damages us also. Biz də həmçinin körlayır. It has caused many problems ranging from lung. İndi artıq bizə verdiyi zərərlərdən söhbət gedir. Nə olub? Ağciyər xərçəngi to the greenhouse effect. Sonra it's all among us. Bunlar hamısı bizim ətrafımızdadır. Bizim aramızdadır. But we continue to live in our own fields. Amma biz yenə də belə bir şəraitdə yaşamağa davam edirik. Burada feels sözü axırda verilən bu sözdə çirkab deməkdir. Çirkab. Belə yazdım. Yəni yadınızda qalsın. Yeni söz ola bilər sizin üçün. İndi baxaq variantlara. According to the author, human beings. Deməli, müəllifə görə human beings, insanlar. Human death has all occurred. Baxın, human beings gəlib təzədən human death niyə olsun? Axı müddədə verilib. Yəni bu cümləni elə mənadan əvvəldə də qrammatik cəhətdən düzgün deyil. Human beings pollution lays in the. Yox. Yəni bizə nə lazımdır? Feil. Belə də götürə bilərik. Yəni bu tərəfdən də baxmalıyıq cümlələrə. Yəni qrammatik tərəfdən. B-nə çıxırıq.
Human beings are not really related to vital environmental problems. Baxın, C-də düzgün cümlə quruluşudur, amma məna düz gəlmir ki, insanların əlaqəsi yoxdur ətraf mühit problemləri ilə. Yəni həyatı əhəmiyyətli olan problemlərlə, ətraf mühitdə olan problemlərlə əlaqəsi yoxdur. Yox, əksinə var. Dedik axı biz də əlaqəliyik olanla. Biz özümüz eləmişik və yaxud da bizi hətta bizdə təsir edir həmin o çirklənmə. Gen-də çıxdı. Human beings have been living in the environment they have themselves contaminated. Deməli, deyir ki, insanlar elə öz çirkləndirdikləri, korladıkları ətraf mühitdə yaşayırlar. Bunu saxlayaq. Contaminate their drinking water and soil as well. Həmçinin deyir ki, insanlar içməli suyu və torpağı kirləndirirlər. Burada həmin o içməli sudan haqqında söhbət getmir. Sadəcə ətraf mühit haqqında söhbət gedir. Onun içərisində də ola bilsin ki, amma ayrıca verilməyib. Yenə də çıxanda elə D variantı. Yəni baxın, burada it's all among us. Bütün bu bizim ətrafımızdadır, bizim aramızdadır bütün hamısı. Və we continue to live. Have been living, baxın. Biz davam edirik elə həmin bu çirkin içərisində yaşamağa. Hansı ki, özümüzdə çirkləndirmişik. Cavab D. Və gəldik sonuncu testimiz. İfadələr verilib və onların definitionları, yəni mənalarını tapmalıyıq. Cover the cost. Uyğun gəlir to pay for something, yəni ödəmək. Hər hansı bir ödənişi həyata keçirmək. Nəyinsə pulunu ödəmək ola bilər və yaxud da məcazi mənada da ola bilər. Nəyinsə əvəzini vermək kimi. Birdə olacaq. Demək C. Buraya yazaq. 1. Sonra 2. Catch the attention, yəni diqqətini cəlb etmək. Olacaq cause one to become interested in something. Yəni kiməsə, yəni səbəb olmaq ki, kimsə nəyinəsə maraqlansın. Bu olacaq 2. 3-də A olacaq. To save something or keep available to use. Bu təsayət, baxın. Nəysə kənara qoymaq ki, daha sonra istifadə edilsin. Bu olacaq 3 və D-də də olacaq 4-cü. Come across to find something or meet somebody by chance. Yəni təsadüfən görüşmək. Bu da 4-dür. 1C, 2B, 3A və 4D cavab C variantı.